dəqiqədə Monakonu gəzirik. This a rolling, not a stop. Monaco. Just a flow that got the block hot. Super. Nisdən Qatarla Monakoya cəmi 30 dəqiqə yol var və əvvəlcədən bilet almağınıza da ehtiyac yoxdur. Çünki qatar stansiyalarında belə aparatlar var ki, oradan siz biletinizi alırsınız, QR kodu oxudursunuz və gedirsiniz. Hətta gediş-dönüş biletlərini belə bir yerdə ala bilərsiniz. Monako formula şəhəridir və dünyada balacalığına görə ikinci ən balaca yerdir. Burada dövlət başçısı kral yox, knyazdır. Məşhur simvollarından biri də əfsanəvi Monte Carlo kazinosudur və elə mərkəzi küçədə yerləşən kafedən Parisə də siz nəzər yetirə bilərsiniz. Qiymətlər elə də yüksək deyil, abu havası əladır və sizə bir məsləhət, yay vaxtı getsəniz mütləq axşamüstü girin, çünki istidən gündüz vaxtı gəzmək olmur. Kazinonun içərisinə giriş ödənişsizdir, amma lap oyunların oynandığı yerə giriş isə ödənişlidir və pasport lazımdır. Da buranın abu havasına uyğun çox maraqlı desertlərin olduğu belə bir restoran da var, amma sıra çox olur. Dünyanın ən lüks şəhərlərindən biri olduğu üçün lüks maşınlarda tez-tez görəcəksiniz. Kazinodan sağ tərəfə aşağı düşsəz dəniz limanı tərəfə gedirsiniz. Şəhər balaca olduğu üçün 1-2 saata gəzib kəşf edə bilirsiniz. Marketləri çox geniş, nə axtarsanız tapa bilərsiniz. Qiymətləri elə aşırı baha deyil. Müxtəlif lüks məkanlar var, orada da əyləşə bilərsiniz, amma tövsiyə mütləq Monakonun McDonald's-na gedin, əfsanədir.